Salam değerli şagirdlər. Uzun aradan sonra Puzadan test izahına davam edirik. Deməli, test 3A rasyonel sayılar. Burada qalmışıq. Burada ilk diqqət eləməli olduğumuz məsələ müqayisədən ibarətdir testin bir çoxu. Burada birinci sualda bunun məxrəcin və ya surətin bərabərləşdirərək eləyə bilərik. Çünki rahatdırlar. Məxrəclərin bərabərləşdirsəm 30-da 15, 6-ya vururam 30-da 18, 30'da 20. Paydalar bərabərdirsə, məxrəclər bərabərdirsə, surəti kiçik olan kiçikdir. Yəni x kiçikdir, y kiçikdir, z. A variantı. Dördüncü sualda artıq məxrəclər kifayət qədər böyük olduğu üçün və bunlar aralarında asal sayılardır, yəni qarşılıqlı sadədətlərdir. Bunları bərabərləşdirmək sərf eləmir. Ona görə mən surətləri bərabərləşdirirəm. Bunları 12 eləyirəm. Surətləri 12 eləsəm 3-ə vururam 27. 4'e vururam. 12 və 44. Deməli 4'e vurdum. Burada 2'ye vururam. 34. Surətlər bərabər olanda məxrəci kiçik olan daha böyükdür. Deməli ən balaca B, sonra C, sonra A. Yəni D variantı. İkinci suala baxaq. İkinci sualda məxrəclər bərabərdir və məxrəclər bərabərdirsə normalda biz nə deyirik? Surəti böyük olan böyükdür. Yəni qayda ilə ən böyük hansı olmalıdır? X olmalıdır. Amma mənfi olduğu üçün yadda saxlayın ki, mənfilərin müqayisəsində müsbət kəsrlərdə müqayisə eləyib, yəni mənfisiz variantda bunları müqayisə eləyib, sonra yerlərini dəyişərək tapa bilərik. Bunların ən böyüyü olardı mənfi olmasaydı X, mənfi olduğu üçün ən balacası X-dir. X kiçikdir Z, kiçikdir Y. Beşinci sual. Beşinci sual diqqət edin. Beşinci sualda burada surət və məxrəclərin fərqi 1'dir. Və yadda saxlayın ki, əgər kəsir düzgün kəsirdirsə, surət və məxrəcin də fərqi sabitdirsə, onda məxrəci böyük olan kəsir daha böyük olur. Yəni burada ən böyük kəsir B-dir. Bunu gəlin bir nümunə ilə də sübut eləyək. Məsələn 2'də 1 və 3'də 2 düşünün. Məxrəclərin, surətlərin fərqi 1'dir və düzgün kəsirdilər. Bunu 6'da 3, bunun da 6'da 4 olduğunu bilirik və görürük ki, bu daha böyükdür. Yəni bu. Deməli, əgər kəsirlərin pay və paydalarının fərqi bərabərdirsə və kəsir düzgün kəsirdirsə, türkçədirsə, basit kəsirdirsə, onda məxrəci böyük olan daha böyük olur. A kiçikdir C, kiçikdir B. Yəni C variantı. Üçüncü suala gəldik. Üçüncü sualda bu kəsirləri müqayisə eləməliyəm. Birinci mən ən başdan bilməliyəm ki, Y müsbətdir, pozitivdir. Yəni Y ən böyükdür. Y böyükdür. Bu ikisinə baxıram. Bu iki kəsirdən də bu mənfi 1,3'də 2 eləyir. Bu mənfi 1'dən daha böyükdür. Deməli Z daha balacadır. Z kiçikdir X, kiçikdir Y. Altıncı suala baxaq. 6-cı sualda diqqət edin. Mənim 5'də dediyim qayda nə idi? Surət məxrəclərin fərqi bərabərdir. 3'dür, 3'dür, 3'dür. Normalda ən böyük hansı olmalıdır? B. Bayaq sualda dedim ki, əgər mənfidən söhbət gedirsə, negativ kəsirlərdən söhbət gedirsə, müsbətdə nə eləmişəmsə tam tərsini eləyirəm. Deməli ən balaca B-dir, sonra A-dır, sonra C-dir. Yəni E variantı. Keçsək ikinci səhifəyə, 7-ci sual. X sıfırdan kiçikdir, bu ədədləri müqayisə eləməyimizi istəyir. Baxın, X sıfırdan kiçikdirsə, onsuz da bu mənfi ədəddir. Normalda X mənfidir, bu mənfiyə də bölürəm, müsbət alınır. Mənfidir, mənfiyə bölürəm, müsbət alınır, mənfiyə bölürəm, müsbət alınır. Yəni bunların cavabının hamısı müsbət olur. Əgər cavabları müsbətdirsə də, surətlər bərabər olduğu üçün məxrəci kiçik olan böyük olur. Yəni ən böyük A'dır. A ən böyükdür. Sonra C gəlir, sonra B. Oldu D variantı. 10-cu sual. 10 tipli bir sual müqayisə eləyəndə ilk rəqəmlərə baxa bilərsiniz və ya rəqəmlərin sayını bərabərləşdirə bilərəm. Burada məsələn buna bir 0 yazıram, buna 2 dənə, buna da 1 dənə. Rəqəmlərin sayı 3, 3, 3 oldu. Ən balaca A, kiçikdir B, kiçikdir C. Yəni A variantı. 8-ci sual. Burada bir müqayisədən söhbət gedir.
Gəlin ən rahat variantı eləyim sizin üçün. Qiymət verim. Qiymət verməni eləyək. Şərtləri ödəyən qiymətlər verəm. -1, 1, 2. İndi -1 böl 1, -1 böl 2, 1 böl 2. Sözsüz ki, burada ən böyüyü budur, müsbət olduğu üçün. Bunlardan da bu -1 eləyir, bu -2-də 1. Yəni A daha kiçikdir. A kiçikdir, B kiçikdir, C oldu cavabımız. Qiymət verərək rahat görə bildik. 11-ci suala baxaq. Aşağıdakilərdən hangisi doğrudur? X ilə Y müsbət tam ədədlərdir. Baxın, belə yanaşaq bu suala. Bu n qardaşımızı belə yazıram. X bölünsün Y, üstəgəl 5 bölü Y. Yəni 2 kəsrə parçalayıram. Bu isə onun tərsidir. Onda bu müqayisə çox da asan görünməyəcək. Yenə mən ən rahat variantda görəsiz deyə belə bir şey eləyirəm. Hansı doğrudur deyə sadəcə müsbət ədəd olmaqları kifayətdir. Rahat 2 qiymət verirəm. Buna 2, buna 1. 2, 1. 2, 1. Birincisi alındı 2. İkincisi alındı 7. Üçüncüsü alındı 2 böl 4. Yəni 1 böl 2. İndi bunu tutaq ki, qəbul eləmədik ki, bəs qiymət verib elədik, yaxşı həll deyil. Təbii ki, yaxşı həll deyil. Yaxşı həll budur. Bunu şifahi analiz eləməkdir. Bizim əlimizdə X böl Y var. Surəti artırıramsa, məxrəc eyni qalıb. Surəti artırıramsa, cavab artmalıdır. Yəni n m-dən onsuz da böyük olmalıdır. Burada isə bununla bunu müqayisə eləsək, surət sabit qalıb, məxrəc artıb. Məxrəc artırsa, payda artsa, cavab kiçik olmalıdır. Deməli, t də m-dən kiçik olmalıdır. T kiçikdir, m kiçikdir, n. Yəni, bunu belə də yaza bilərsiniz. Sizə çətin gəlirsə, bu formada da yaza bilərsiniz. Heç bir problem yoxdur. 9-cu suala baxın. 9 tipli bir sualda dövrü kəsir görəndə uşaqlar bəzən bunu çevirməyə çalışır adi kəsirə. Bu heç yaxşı variant deyil. Bu nə yaxşı variantı? Bunu belə yazıram. Burada dövr eləyən 8-dir. 8, 8, 8. Bu 6. Burada dövr eləyən 18-dir. 18, 18. Burada dövr eləyən 618-dir. 618, 618. Burada heç nə dövr eləmir. Sadəcə rəqəm sayı çox olsun deyə sonuna istədiyim qədər 0 yaza bilərəm. İndi sondan istədiyim qədər rəqəmlərin altından xətt çəkirəm, amma fərqlənsinlər. Məsələn, 3 rəqəm olsa, hamısı 618-dir. Mən 5 rəqəmin altından xətt çəkdim. 5 rəqəm, 5 rəqəm, 5 olsun. Bu da 5. İndi baxın, ən balaca, burada artıq çəkmişəm, problem deyil, bura qədərinə baxaq. Ən balaca 61800 budur. Yəni D ən balacadır. Sonra 61818 B'dir. Sonra 61861 C'dir. Sonra 61888 A'dır. D, B, C, A. Yəni A variantı. Şu. Gəldi 12-ci suala. 12-ci sualda eşitsizliyin sağlanan kaç farklı x tam sayı değeri vardır? Bunu ən rahat variant məxrəcləri bərabərləşdirərəm. Necə bərabərləşdirərəm? Bunları 39 eləsəm. Təbii ki, bundan bağlı bir şey eləyə bilmirəm. İndi deməli, bu ifadə düşməlidir bu aralığa. Hansı qiymətləri versəm, bu aralığa düşər. Belə yaza bilərik. Daha qısa bir şey də düşünmək olar. Əslində bunu eşitsizlik bölməsinə görəcəyik. Bu hissəyə baxın, mən bunu çarpaz vursam 2x kiçikdir 26 alınır. Yəni x 13-dən kiçik olmalıdır. Bu hissəyə baxsam 6 kiçikdir x alınır çarpaz vuranda. Çarpaz vuranda yadda saxlayın. Birinci kəsirin surətindən başlayırıq. Buranın x 6-dan böyük olur. Yəni 6-dan böyük 13-dən kiçik. X 7 ola bilər. 8, 9, 10, 11 və 12 ola bilər. Deməli 6 fərqli qiymət ala bilər x ədədimiz. 13 olmur, 6 da olmur, aralıqdakı qiymətləri ala bilir.
Bu daha qısa həldir. İfadəsində y'nin hangi dəyəri üçün x tanımsızdır? X'in tanımsız olur. Y'nin hansı dəyəri üçün x tanımsızdır? Y nə ala bilməz? Asan sualdır. Burada y nə ala bilməz? Y çıx 4 0 ola bilməz. Yəni y 4 ola bilməz. Y'nin hangi dəyəri deyir onsuzda? 16-cı suala baxaq. 16-cı sualda bunu parçalasaq və bunu yazıram 3x bölü x üstə gəl 1 bölü x. Eyni şey burada da eləyirəm. 5y bölü y üstə gəl 1 bölü y. Burada da eləyirəm 7z bölü z. Diqqət edin, mənfi qabaqdakını da işarətləşir. Çıx 1 bölü z. Bu da olur 3, 5, mənfi 7. Şimdi burada diqqət edin 1 bölü x, 1 bölü x, çıx 1 bölü z. Sual özü bizə verib ki 6'dır. Bu da edir 7, yəni B variantı. Hə uşaqlar, 14-cü sualda bizə deyir ki x kaç olamaz? Birincisi baxaq görək burada məxrəc nə ola bilməz? Məxrəc 0 ola bilməz. Bərabər deyil 0. Deməli y mənfi 3 ola bilməz. Cavabın 0 olması üçün bu 0 olmalıdır. Pay 0 olmalıdır. Üstə gəl 2y çıx 8 0 olmalıdır. İndi y mənfi 3 ola bilməz. Deməli y mənfi 3 olanda x nə alınırsa x də o ola bilməz. Buradan 7x 14, x də 2 alınır. Yəni x 2 ola bilməz. Y mənfi 3 ola bilməz, x də 2 ola bilməz. 17-ci sual. Burada da bayaqki suallar kimi parçalayıram bunu. 4 bölü x üstə gəl 3x bölü x çıx 6 bölü y çıx 10y bölü y üstə gəl z bölü z üstə gəl 14 bölü z və 4 bölü x bu 3x bölü x eləyir 3 mənfi 10y bölü y mənfi 10 z bölü z 1 bu 3 üst çıx 10 mənfi 7 üstünə 1 gələndə oldu 6 geriyə qalan çıx 6 bölü y üstə gəl 14 bölü z diqqət edin bunlara bu 3'ü bu yuxarıdakı ifadənin 2 qatıdır deməli bu 8'dirsə bu 2 qatı olur 16 üstünə də gəldik. Bizim burada 6 yazmışam. 3 çıx 10 mənfi 7 üstə gəl 1 bu mənfi 6'dır. Üstünə də gəldik mənfi 6, yəni 6 çıxdıq oldu 10 C variantı. 15-ci sual x kaç olamaz yenə. Baxın y 4 ola bilməz. Deməli 2x çıx 4 0 olsa hansı ki ola bilməz? Çünki y 4 ola bilməz. X 2 çıxar. Yəni x 2 ola bilməz. 18 buna baxaq. 2x bölü x üstə gəl 1 bölü x üstə gəl 3y bölü y üstə gəl 1 bölü y. 1 bölü x üstə gəl 1 bölü y. Bunu bizə 7 verib. Bu 2'dir, bu da 3'dür. 2 üstə gəl 3 üstə gəl 7. Yəni 12. 19-cu sual. 19 tipli suallarda yadda saxlayın. Surətlər 1'dir, cavab da 1'dir. 2 dənə 2'də 1'in cavabı üstəlik tam ədədlər olduğunu deyibsə, 2 dənə 2'də 1'in cəmi 1 olur. Yəni bu da 2 olsa, bu da 2 olsa, surətlər 1 olduğu üçün və cavab 1 olduğu üçün bunu deyirəm. Cavab ödənəcək. Deməli, x üstə gəl 3'ümüz 2 olsa, x'imiz olur mənfi 2. Buradan 2x üstə gəl y çıx 3 2 olsa, x'ə də mənfi 2 verirəm. Mənfi 4 üstə gəl y çıx 3 2. Y çıx 7 2. Y oldu 9. Deməli, y 9. X də mənfi 2 toplayanda 7. Gəldik 22-ci suala. 22'nin oxşarını yuxarıda da işləmişdik. Baxın. Burada nə yazmalıyam? Bu 0,5 65 65 dövrüyle 65. İkincisi 0,55 6 6 6. Bu 0,564 564. Üçüncüsü də 0,565 5 5. Bu belə gedir. İndi baxın 4 rəqəm baxıram. Bəs eləyəcək məncə 4 rəqəm. Aha 4 rəqəm 4 rəqəm
4 rəqəm. 5566. Ən balacası B-dir. Sonra 5645 C, 5655 D, 5656 A. B, C, D, A, yəni D variantı. 20-ci sual. Çıxanda 1 alınıb. Buna diqqət edək. 2 kəsir var, çıxanda 1 alınıb. Bunu belə düşünəcəm. Birincisi olsun 2-də 1, ikincisi olsun mənfi 2-də 1. Bunlar nə olur? 1 eləmir, eləyir. Deməli, 2x üstəgəl y üstəgəl 6-mız olsun 2. Y çıx 8-imiz olsun mənfi 2. Buradan y çıxır 6. Buradan da 2x üstəgəl 12 bərabər 2, 2x mənfi 10, x mənfi 5. B variantı. 23-cü suala baxın. 23 tipli bir sualda müqayisə edirik. Hamısı da mənfi ədəddirsə, ən rahat variantı odur ki, hamısına mənfi 1 alındığını düşünün. Bu olacaq mənfi 0,3, mənfi 0,4, mənfi 0,5. Rahat müqayisə edəcəm ki, C kiçikdir B-dən, kiçikdir A-dan. Nəyə görə? Hər üçü eyni ədədə bərabərdir. Mən bura bir K da yaza bilərəm. K yazıb daha dəqiq eləyə bilərəm. Amma üçü də mənfi ədəd olduğu üçün ən rahat sabit. Mənfi 1 deyirəm. ABC-ni rahat müqayisə eləyə bilirəm. 21-ci sual. 21-ni oxşarın bayaq da elədik, təkrar deyirik. Sürət və məxrəzin fərqi sabitdir, 2-dir və kəsir düzgün kəsirdir. Deməli, ən balaca A kiçikdir B, kiçikdir C. 24-cü suala baxaq. Şöyle buradan eləyə bilərik. Baxın, bunu belə formada yazacağım. Bayaqki sualı oxşatmaq üçün. Yazacağım 2x üstəgəl 5. Bu 2x üstəgəl 6-nı parçalayacağım. Bir dənə 2x üstəgəl 5, bir dənə də 1. Bu y çıx 4-ü yazacağım. Bunu da bir dənə yazacağım y çıx 4. Bunun üstünə 1 gəlsəm, yenə nə olar? Y çıx 3 olar. Bərabər 3. Diqqət edin, bu 1 elədi. Bu da 1 elədi. Mən əgər bu 2 dənə 1, 3-dən çıxsam, burada 1 qalacaq. Qalacaq bu ifadə. Bunların cəmi 1. Və bayaqdan necə deyirdik? Bu da 2, bu da 2. 2x üstəgəl 5, 2. Y çıx 4, 2. Buradan y 6 alınır. X də mənfi 3 böl 2. Bunları da bir-birinə vuranda mənfi 9, yəni B variantı alınır. Bu da bu testin və dərsin son sualı idi. Sağ olun şagirdlər.